Değerli Nurlu Seher izleyicileri, her birinizi salamlayıram. Ben bugün size Səhiyyə işçilərimizin peşə bayramı ərəfəsində bir neçə gün qalmış bir məqamda etdiyimiz səhiyyə ocağına bir səfərdən bəhs eləmək istəyirəm. Bugün biz səhiyyə adı çəkiləndə öndə olan həkimlərimizdən bir neçəsini görmək qərarına gəldik və ürək sözlərini eşitmək istədik və bu məqsədlə Şəki rayon Mərkəzi Xəstəxanasına üz tutduq. İlk olaraq Etibar həkimlə görüşdük. Etibar həkim kimdir? Etibar Kərimov 1964-cü ildə Şəki rayonunun Aşağı Şəvalı kəndində anadan olub. 88-ci ildən 94-cü ilə qədər Azərbaycan Tibb Universitetini bitirib. 1997-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində öz həkim fəaliyyətini davam elətdirib. 2009-cu ildə Səudiyyə Ərəbistanında həkim terapevt kimi fəaliyyət göstərib. 2010-cu ildən demək olar ki, indiyə qədər Şəki rayon Mərkəzi Xəstəxanasında işləyir. Həmin dövrdə, 2010-cu il, 13-cü ilə qədər dövrdə o tibb elmləri üzrə fəlsəfə doktoru adına yüksəlib. Eyni zamanda mütəxəssis kimi yenidən Səudiyyə Ərəbistanında da bir neçə ay dəvət alıb müvəffəqiyyətlə bu işi icra edib. Ümumiyyətlə təkcə bizim qənaətimiz deyil, insanlardan da aldığımız məlumatlarda, etdiyimiz müşahidələrdə Etibar həkimin həqiqətən də həkim terapevt olaraq böyük uğurlar sahibi olduğunun şahidi oluruq. Buna görə biz istəyirik ki, bu bayram ərəfəsində bu həkim haqqında həm geniş Azərbaycan ictimaiyyəti məlumatlı olsun, həm də bizim Səhiyyə Nazirliyimiz, dövlət rəhbərliyimiz bu işlərə xüsusi xidməti olan həkimlərimizin əməyinə dəyər verirsə daha yaxşı olar. Salam. Sizi qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edirəm. Çox sağ olun. Həmişə biz Nurlu Seher TV olaraq çalışmışıq ki, ən azından yaşadığımız bölgədə insanların yaşayışı üçün iki dənə əsas şərt var ki, səhiyyə və təhsil. Səhiyyə insanların can sağlığını müdafiə edir. Əgər sağlıq yoxdursa, ayrı bir nailiyyətlərdən də söhbət gedə bilməz. Biz bu bölgədə yaşayan insanlar kimi sizin adınızı çox yerlərdən eşidirik. Təkcə həkim kimi yox, həm insanlarla ünsiyyət qurmağı bacaran, insanların, belə deyək də, öz xəstəliyindən əlavə, onlara ruh verən, həkimlərə qarşı müsbət imic yaradan bir insan kimi təsəvvür edirik. Uzun illərdir burada işləyirsiniz. Həmişə də xoş sorağınızı eşitmişəm. Şəxsən mən özüm də xəstəxanada sizin xəstəniz olmuşam, yanıma gəlir. Xəstələrin sizə olan münasibətini də müşahidə eləmişəm. İstəyərdim ki, peşə bayramında həm həkim kimi, həm də bir vətəndaş kimi Şəki səhiyyəsinə olan olsun, Respublika səviyyəsində olan münasibətinizi qısa ifadə eləyəsiniz və nələr istəyərdiniz? Bizim səhiyyəmizdə nələr olsun, nələr, əgər varsa, çatışmazlıq varsa, nəyi istəyərdiniz? Hər halda biz bu məlumatı yayırıq, operativ deyək ki, doğru bir kanal olaraq, qəbul olunmuş kanal olaraq həmişə həqiqətləri deyirik. Nəzərə alırıq ki, bu peşə bayramında sizin kimi həkimlər bizim Səhiyyə Nazirliyi tərəfindən yüksək mükafatlarla mükafatlandırılacaq və öz dəyərinizi müəyyən qədər də olsa alacaqsınız və biz də bundan sevinəcəyik ki, həqiqətən də bizim bölgəyə xidmət göstərən, nümunəvi xidmət göstərən bizim həkimləri, bizim rəhbərlik tərəfindən nəzərə alınıb, onların əməyinə qiymət verildi. Bəli, sağ olun. Mən uzun illərdir tibb universitetini bitirdikdən sonra doğma Şəkimizdə həkimlik fəaliyyəti göstərirəm.
bütün insanlara, bütün qələm əhlinə, rəhbərlərimizə, hamısına təşəkkür edirəm. Allah ulu öndəri də rəhmət eləsin ki, belə bir ölkə qurubdur. Biz də bugün burada sakit sülh dövründə işləyirik. Şəki cəmaatına, region cəmaatına, əhalisinə əlimdən gələni edirəm. Hamısı ilə xoş ünsiyyət saxlayıram və dərman təchizatına qaldıqdıysa, demək olar ki, dərman təchizatı xəstəxanamızda normal şəkildədir və xəstələrin də sağalması Allaha şükür normal şəkildədir. Bir həkim kimi biz xəstələri dərindən yoxlayır və başqa ixtisas həkimləri ilə də məsləhətləşmələr aparırıq ki, ancaq insanların sağlamlığı uğrunda apardığımız işlər qaydasına düşsün və bu şərəfli peşəni də davam etdiririk. Rəhbərlikdən də, qələm əhlilərindən də, insanlarımızdan da mən də çox razıyım. Bu gündən sonra da əlimdən nə gəlir, bütün insanlarımız üçün, Azərbaycan vətəndaşları üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun. Mən bir daha qeyd edirəm ki, 3-cü mərtəbədə siz xəstələrlə olan münasibətlərinizi, ünsiyyətinizi görmüşəm. Bəli. Açığı deyirəm ki, orada Maral xanımdır, Mübarək xanımdır. Hər birisi də bacardığı qədər çalışır ki, siz deyən kimi təkcə tibbi xidmətlə yox, həm də bunların mənəvi qida verir xəstələrə, insanlara da əsas bu lazımdır. Bir daha sizə uğurlar arzulayırıq. Bayram münasibəti ilə təbrik edirik. Çox sağ olun, var olun. Sağ ki, bütün savadına, bütün şəkəri, şəki milləti bilir ki, gözəl savadlar kimdir. Çox bölgələrdə və Azərbaycanın kənarda da öz 5 il qıraqda da olub, fəaliyyətini göstərib. Səudi Ərəbistanda. Ərəbistanda olub, orada işləyib və institutda da dərs dinləyə yəni həkim. Bu həkimlə həqiqətən biz qürur duyuruq, bunun savadından bütün Şəki milləti. Şəki xalqının adından mən xahiş edirəm aidiyyəti qurumlara, belə bir gözəl həkimimizə əməkdar həkim adı verilməsinə həqiqətən layiqdir. Həm savadına, həm xəstələri sağalıb, evlərinə rahat getməsi bu insanın öz savadı və biliyindən çox xəstələr razıdır. Sizdən xahiş edirəm ki, bu insana əməkdar həkim həqiqətən də düşür və layiqdir. Allah sizi var eləsin, bütün səhiyyə, Zöhrət doktoru da, Məcid doktoru da, direktorumuzu da təbrik edirəm. Qarşıdan gələn səhiyyə günü, peşəkar həkimlərimizi peşə gününü təbrik edirəm. Allah hamısını var eləsin. Yaxşı ki, var ki, həkimlər biz sağ yaşayır, salamat yaşayır. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Uzun ömür canım. Sağ olun, sağ olun. Çox minnətdarım. Mən də əlimdən gələn səhiyyə barədə, bütün insanlarımızın sağlamlığı barədə nə varsa əlimdən gələni edəcəyəm. Səudi Ərəbistanda işləmişəm 5 il, ekselent sertifikat da almışam. Sonra da Şəki Tibb Kollecində dərs demişəm. Şəki Universiteti Tusi adında filialında dərs demişəm. Əlimdən gələni də edəcəyəm. Sağ olun, təşəkkür edirəm. Eyni zamanda biz orada göz həkimi Vüsal bəylə də görüşdük. O da çox gözəl, cavan olmasına baxmayaraq, çox gözəl həyat yolu keçib, səhiyyə sahəsində magistraturanı da yüksək səviyyədə bitirib. Hər kəs bu gənc kadrın qısa müddətdə nələrə uğur attığının şahidi olub. Salam həkim, sabahınız xeyir. Biz Nurlu Səhər TV YouTube kanalının işçiləri olaraq bizim səhiyyə işçilərimizin bir neçə gün sonra keçiriləcək bayram münasibəti ilə qərara gəldik ki, bölgəmizdə tanınan, seçilən, nəinki səhiyyə sahəsində, hətta insanlarla ünsiyyət qurmağı bacaran, hörmətini qazanmağı bacaran peşəkar həkimlərlə görüşək. Dəfələrlə biz bu xəstəxananın gözəl işlər görən həkimləri ilə söhbət eləmişik. Tərtibnamələrimiz də olub, inşallah sizlərə də olacaq. İstəyərdik ki, peşə bayramında sizin həm bir həkim kimi, həm də bir vətəndaş olaraq şəxsi mövqeyinizi bildirəsiniz ki, bugünkü səhiyyədən, Şəki səhiyyəsindən razısınızmı? Hər halda o bir məsəl var, heç kim öz aylarına tuş deməz. Amma mən bir sizləri
əvvəl qeyd etdiyim kimi, təkcə peşəkar həkim kimi yox, həm də insanlar ünsiyyət qurmağa bacaran bir adam kimi istəyirəm şəxsi fikirlərinizi qısa olaraq deyəsiniz. Vallahi əvvəla sabahınız xeyir. Onu bildirmək istəyirəm ki, bugün Şəki səhiyyəsi heç də böyük şəhərlərin səhiyyəsindən seçilmir. Eləcə də ən primitiv olaraq Bakı şəhərində tutaq. Çünki bizdə demək olar ki, bütün ixtisaslar üzrə həkim var. Bütün həkimlərin əlinin altında müasir avadanlıqlar var. Eləcə laboratoriya şəraiti yüksəkdir. Həkimlərimiz belə pis çıxmasın, peşəkardırlar. Qoyduqları diaqnozdan, etdikləri müalicələr, əməliyyatla hələ bu günə qədər şəhərdə hələ Şəki sakin olarlar. Mən heç bir mənfi rəy eşitməmişəm. Başlar direktorumuz Məcid doktor olmaqla Şəki səhiyyəsində işləyən, çalışan bütün həkimlərə, tibb işçilərinə, eləcə tibb bacılarına, sanitarkalarına peşə bayramı münasibəti ilə təbrik edirəm. Allah onlara can sağlığı versin və xeyirli, möhkəm şəkildə, yüksək səviyyədə biz də Şəki sakinlərinə, nəinki Şəki sakinlərinə, regionda olan, regiondan bizə müraciət edən bütün xəstələrə peşəkar şəkildə xidmət göstərək. Çox sağ olun. Bütün sahələrdə peşəkar həkimlər var, amma tam səmimi deyirəm ki, təkcə bu illər ərzində yox, 10 illər boyu da Şəkidə o göz həkimləri hamısı nümunə olur. Təkcə bölgə üçün yox, respublika üçün. Uğurlar olsun, sizin də adınızı təzə eşidib hər yerdə, Bakıda çox vaxt olur. Orada da eşidirdim ki, bu sağ həkim belə, mən istədim görüşüb bir bayram qabağı təbrik edirəm. Sağ olun, bütün işçilərimizə uğurlar, Allah sınları sağ eləsin. Müəllimə də təşəkkür edirəm, sizə də təşəkkür edirəm ki, siz də bizi işıqlandırırsınız. Şəki sakinlərinə bizim mövqeyimizi çatdırırsınız, bizim xidmətlərimizi çatdırırsınız. Allah sizə də can sağlığı versin, xeyirli işdir. Təkcə Şəki sakinlərinə yox, bütün dünyaya çatdırdıq. Borcumuzdur, yaxşı insanların xidmətində durmaq bizim üçün şərəfdir. Çox sağ olun. Şəki İcra Mərkəzi direktor. Hamıyan. Eynəvizi çıxardın zəhmət olmasa. Sami müəllim, zəhmət olmasa kənəvizi qoyasınız. Siz haçan müraciət eləmişdiniz axırıncı dəfə? Hardasa 15 gün bundan öncə. Kənəvizi qoyun. Aha, bir baxın. Maşallah, çiçək kimidir. Əməlini də görməliyiz. Artıq götürün başını. Çox gözəl. Şəxsən mən sevinirəm ki, bizim şəhərimizdə nəinki respublika əhəmiyyətli, hətta dünya standartlarına cavab verən belə bir xəstəxana var. Və bu həkimlərə də müraciət edəndə insan sanki onların o ixtisas biliyi yox, bir insan kimi mənəvi keyfiyyətlərinə heyran var. Belə bir Konfutsiyin gözəl bir fikri var, deyir ki, insan sifəti müqəddəs obyektdir. Yəni, o obyektdə hər şey cəmləşir. Gözəl sifət də insan üçün şərtdir. Şəxsən, bax, bu qarşımda əyləşən mən, bu cavan, özdə Facebook səhifələrindən mən Vüsal doktor haqqında məlumatlıyam. Və mən eşidəndə ki, oradan oxuyanda ki, o xaricdə magistratura təhsil alır, çox sevmişəm. Çünki bu, bizim şəhərimizin, gələcək səhiyyəmizin gözəl inkişafına, xəstələrə nümunəvi xidmətə tam şəkildə qarant verən bir yoldur. Gənc həkimimizə uğurlar arzulayıram, can sağlığı arzulayıram. Xüsusilə bu xəstəxanada, nəinki bu bölmə, mən əminəm ki, bir neçə dəfə də bu ayrı-ayrı şöbələrə müraciət eləmişəm. Nümunəvi xəstələrə xidmət göstərilir. Bu üçün də şəhər rəhbərliyinə, Respublika Səhiyyə rəhbərliyinə, xəstəxana baş həkimi xüsusilə hamımızın sevimlisi Məcid doktora dərin təşəkkürümü bildirirəm. Var olasınız sizin hər bir özü. Çox sağ olun. Mən xoş sözləriniz üçün minnətdaram. Mənə də xoş oldu ki, sizin kimi ziyalımızın gözünə, üzr istəyirəm ifadəmə görə nur bəxş elədik. Bəli. Siz həm gözümə, həm də ilk baxışdan qəlbimə nur çiləmişsiniz. Sağ olsun. Çünki Kamil müəllim müraciət edəndə görmək çox zəif idi. Şikayətlər həddindən artıq çox idi. Bu gün müraciət edib, elə spontan da sizlə rastlaşdı. Zəif idi. Mən doktoru özdə təkcə kollektivin civarında deyil, kənar həmişə də insanlara təlim eləmişəm ki, müraciət edin. Müraciət edin, bilənlərə müraciət edin, savadlı insanlara müraciət edin. Ona görə də biz çalışırıq ki, insanlar
siz mədəni səmimi insansınız da. İnsanlar problemi də deməlidir, yaxşı işləri də qeyd eləməlidir. Çünki bir daha siz də qeyd elədiniz ki, təkcə o həkimin peşəkarlığı, tibbi peşəkarlığı deyil, insanı birinci növbədə psixoloji müalicə edir. Tarixdə təhsil almanı bilindi ki, həqiqətən təqdirə layiq bir universitetdə təhsil almışsınız. Yəni bu sizin davranışınız da, bu hadisanın öz yerində münasibətiniz də özünü göstərir. Çox gözəldir. İnsan, həkim özünü o pasientlərə sevdirməyi bacarmalıdır. Mənəvi təmizliyi ilə, ixtisası ilə. Və bu, Vüsal doktorda bu çox yüksək səviyyədədir bu cür davranışın olması. Ona görə mən bir ziyalı kimi çox razıyam, bir xəstə kimi çox razıyam və birinci növbədə həkimimizə ümumiyyətlə kollektivlə birgə can sağlığı arzu edirəm. Yəni can sağlığını müdafiə edən bir obyekti müxtəlif bədən orqanlarda biri gözə müraciət edir, biri daxili orqanlara müraciət edir. Həkim əsas aparıcı obyektdir burada, aparıcı qüvvədir. Allah həkimlərimizi var eləsin. Buradan mən həmişə razı getmişəm. Yəni heç bir kobudluqla, heç bir laqeydliklə üzləşməmişəm. İndi bilmirəm, ziyarlığıma görə olur, bu elitar baxımdan mağrurluqla yanaşırlar. Mən də hamıya qarşı bu münasibət təkcə özümə qarşı yox, hamıya qarşı görmüşəm bu gözəl isti səmimi münasibəti. Ona görə də çox razıyam. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Salam eləşim əvvələ bütün səhiyyə işçilərinə salam deyirəm. Bu Vüsal həkimimiz həqiqətən çox dəyərli, çox dəqiq və savadlı həkimdir. Biz sağ olsun. Bu həkimlər həqiqətən də biz, nətər deyim, xəstələr deyim, vətəndaşlar deyim, həqiqətən qürur duyuruq ki, öz savadını biz xəstələrdən əski eləmir. Çox sağ olun. Bütün savadlarının öz xəstənin sağalması üçün əlindən gələn edir və o bizim Şəkidə olmaq üçün, burada işləmək üçün biz qürur duyuruq. Biz buna həqiqətən də istəyirik ki, belə həkimlər yüksəlsin, adlar yuxarıya qalxsın. Yəni inşallah da qalxmaq, əməkdar həkim olmağa qədər biz buna çox həkimimizə layiq görürük. Biz də yuxarı qurumlara xahiş edirik ki, belə bir gözəl həkimləri, dəyərli və savadlı həkimləri həmişə yüksəkdə saxlasın və həmişə də mükafatlar bunlarda çox olsun ki, bunların da belə gözəl savadları həqiqətən əziyyətlərinə dəysin. Sağ olun. Sağ olun. Bir daha qeyd edirəm ki, biz hər halda peşə bayramı münasibəti ilə təkcə bu müsahibə götürdüyümüz, qısa söhbət aldığımız Vüsal həkimdən, Etibar həkimdən yox, Şəki səhiyyəsi barədə, ümumiyyətlə səhiyyə barədə bayram günü daha geniş məlumat verəcəyik. Sadəcə olaraq bir daha qeyd edirəm ki, Etibar doktorun səmimiyyəti də, insanlara olan münasibəti də təkcə peşəkarlığı ilə seçilməyən insanlardan deyil. Eyni zamanda o ünsiyyət qurmağı bacaran, səmimiyyət göstərən bir həkim kimi yaddaşlarda qalan adamlardır. Onu görən, onun qəbulunda olan xəstələrin hər birisinin dilindən bu həkim haqqında xoş sözlər eşidirik. Eyni zamanda bizim oftalmoloq Vüsal həkim barədə. Bir daha qeyd edirəm ki, əsas devlətin sütunlarından olan səhiyyə sahəsində bizim rayonda Şəki rayon mərkəzi xəstəxanası barədə, bunların həkimləri barədə qısa olaraq biz bayram günündə söhbətimizi eləyəsiyik, ünsiyyət qurasıyıq və geniş ictimaiyyətə çatdırasıyıq. Hörmətli Məcid Əliyev cənabları ilə də birgə bu bayramı qeyd eləyib, çəkilişimizi aparıb, geniş ictimaiyyətə Şəki səhiyyəsi barədə ətraflı məlumatımızı çatdıracağıq və bütün səhiyyə işçilərini kanalımız adından təbrik edəcəyik. Sağ olun, sağ olun.